Və aleykum əssalam. Sual belədir ki, biz bu cür ifadə işlədə bilərik. Misal üçün, hansısa kafir paşa öz əshabələrini yanına toplayıb. Ümumilikdə bu sözdə zahirən bir problem yoxdur. Amma nəzərə alsaq ki, biz sahabə deyən kimi Peyğəmbər sallallahu əleyhi və səlləmin ətrafına toplaşanları nəzərdə tuturuq. Ona görə bu sözü işlətməsə daha yaxşı olar. Əvəzinə işlətsin ki, hansısa kafir paşa ətrafına öz tərəfdarlarını yığıb. Bu daha münasib cümlə olar, nəinki öz əshabələrini. Düzdür, lüğəti mənada problem yoxdur, amma nəzərə alsaq ki, biz müsəlmanıq, iman əhliyik və bizim zehnimizdə var ki, sahabə deyilən kimi hökmən Peyğəmbər sallallahu əleyhi və səlləmin tərəfdaşları yadımıza gəlir. Buna görə bu kəlmədənsə elə demək daha yaxşı olar ki, hansısa kafir padşah ətrafına öz tərəfdarlarını yığıb. Belə desən inşallah daha münasib olar.